Sabahınız xeyir olsun. Bugün bizim artıq 10-cu təlim günümüzdür. Təlimləri bilirsiniz ki, bu layihə Azərbaycan Respublikasının qeyri-dövlət təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu layihənin əsas məqsədi sizin uşaqlarınızın sağlamlığına xidmət etməkdir ki, özünüz öyrənəsiniz. Tibbdə lazım olan hansı ki prosedurlar var, sizin çoxunuz onu bilmirsiniz. Ancaq bunu öyrənməklə övladlarınıza daha operativ və daha keyfiyyətli yardım edə bilirsiniz. Hər birinizə uğurlar arzu edirəm, hər birinizə zehin açıqlığı arzu edirəm və mərhəbətdə Aynur xanım təlimimizə başlasın və ümid edirəm ki, nəticəmiz gözəl olacaq. İnşallah, inşallah. Salam əleykum. Nətərsən? Gəl olmaz. Salam. Gülərdən düz aşağıda. Aşağıdan 12-dən başlayır, yuxarı azaltmama. Aşağıdan Onun geriye sayın qalxın yuxarı götürülmüş. 5 manatla tapındı. Nə var? Şəkilin açıqlaması aydın şəkildə var. Biz buradan sayalım. Aferin. Buradan. Döşküləsinin altı yazmış ama sonra. Demək ki, orientirimizi döşküləsinin altına tutmalısınız. O baştan sayarsan gel. O da yazmış abi döşküləsinin altı. Burada Düzdür mü? Ayşe, mən demədim ki, sizə ikinci qapıqan istiqamətində gelin. Sadəcə qapıqan tapmaq üçün ikinci qapıqan tapmışsınız. Buradan sayırsınız. Amma orientirimiz orada yazmış da döşküləsinin altına. Sizin de. O deyil. Döşkəsini hemen aldım. Çok zor değil. Yalardı. Yani 5. bu oldu. Sonra anılar gəlsin. Buradan Siqnal nöqtəsini tapdınız. Bu anılar gəlsin. Gəlirəm. Səyyarə hanım. yani Yolar, bizim Neye kadar kızı var? Ay sen kadar kızı var. Arxam evdə belə qoya bilərik. Burada yine var. Kiminde bu soğuk bırakır. Deyək, bu gitməyin üstündə götürür. Şübhə deyil o. Saya deyil. Amma nə şansı faktlıqdır bir şey. Başka şey. Başka şey. Şalı gerekleştirmek de. Yavaş koyalım. Burada
Hele oynuyorlar, hele öğretir ona. Əvvəl mavi. Ay kız. Sen elini çekemire. Güzel bunları. Yox, səfəsində. Biraz anne tam buna tuz koydum. Qalaqdıq məvədə qalır, bizdə batırmaqdan sonra belə qalır, ya batırmaqdan deyil. Yo yo öyle kalsın. Mən dedim, bunun sırası ilə Ay bakalım tələbəsi olabilir. Bazar bir şeyde. Şu hayalde nerede şey var? Çok batırırlar orada var ikra. İkra kadar. Şebnem, var Şebnem. Orada ikra Köhnə mərdiyanlardan kimdə var burada? Bende hamısı olmaz gerekiyor. Amma necə sizə deyəndə. Bakın, kalbi biraz kameraya yapalım. Sertleştiriciden sayıcı çarptı. Üçlü sinirin börek düz koymuşam ya yoktan utandırıcı sen de. Biraz yukarı. Bir de belki de bir şeyler. Aha, sebzelerinde onları da koysam. Elə o borcu qalanlar. Aynen o geceden ben veririm. Çıxarıb götürür də hazır. Var səndə, hazır varsa ver bu qıza da. Aha. Ben de vereceğim. Götürdün. Yok getirmem. Bu neçədir? Çox sağ olun. Ben de yok. Ve Burada şeyin altına qoymadı. bu yüzden gelmeliydim ben bu yüzden gelmeliydim. Bunu Çin Mehmet. Bu nerede? Bu Mehmet. Yerinde durar uşaq. Niye tutamaz verirsin? Bilirsin, deliyim, gözü kapalı. Bundan sonra 5 gün qalır. Beş dersimiz kalır. Sen de falan sen görürsün. İndi baxarım. Hayır, 23'ü bitirməliyik. 23'ü. Sonra bir gündən siz demişdiniz ki, gələnlər nə isə belə. Mesaja girme. Paylaşıp Ben 15'ine planlaştırmışam. Onda 2 aylıq emiş otururuz. 16 tane. Bugün 10-cidir. 10-cu. 11. 11. 5 dərsimiz qalır. Mən də çaşmışam 10 dedim. 10 dediniz. 23'ü mən. 25'i de değiliz. Ya olay edəcək. Bir də biz burada aynı xanımdan birini eləyərik. Müqazimədə. Şey, o entegrasyon olacaq gələcək. Onu online eləyərik. Siyara. Çox adam yoxlar. Baş parmağı işlemiyorum. Ver bana derdi. Yok. Değil mi? Selam. Korkma. İlə özündədir. Sən qoyma. Yok 3 tane koymuşum da. Gel otur. Otur. Gel otur. Hə, ancaq böyle də İğləni kızlara. Oğlanlara iğne elədik. Ben yırttım. Ben de deseydim.
Sen özünü sıxma, yavaş-yavaş. Görsən, incitmə səni, görsən, aç. Bizim iynəmiz də. Sonda mənə deyərsən kim yaxşı masaj elədi, yaxşı? Sonda deyərsən. Məhəmməd, sonda kim yaxşı masaj elədi, mənə deyərsən, yaxşı? 20 dəqiqə qalsın. Hə, qalsın 15-20 dəqiqə. Neçə dəqiqə qalır dərsini çıxarmasın? Dərsin, o bildi, hələ 2 dəqiqə işləyir. Yox, hələ biraz dayan. Olmasa da adıma arıqlayıb. Arıqladıram da. Ayaqlarından hiss edər, çox topuş ayaqları gedib. Sən onu da verirsən. Oh be! Varsan sen Onu çəkəm. Harda? McDonald's-da, sonra mənə yollayarsan. Bunda yiyip gidelim. Burada özümlə bu qədər. Ona artıq 3 dənə O qanun tərkibinə 5 qram qanun var. 5 qram nə? 5 litr. Ay, qız 5 litr olur qanun. Sizin uşaqlara nə lazımdır? Yaxşı işləmək. 20 saniyə. Tutursan, buraxırsan, 3 podxod elədi, bəsdir. Bu oyunu saxlaya bilməyən uşaqlarınıza. Təkrar yenə görsənirəm. Ağciyər durğunluğu olan uşaqlarınıza. Çünki sizin uşaqlarınız hərəkətsiz ki olur. Hərəkətsiz olduqlarına görə onlarda durğunluq yaralanır. Deməli, ağciyər durğunluğu yacıqın o çox az hərəkətli olur. Əsasən çox uzantılı olan uşaqlar heç otura bilmir. Ona görə bunlar onların ağciyər. Təkrar. Baş, boyun, bronxlar, ağciyər. Onurğa, sizin uşaqlarınıza lazımdır mı? Lazımdır. Bu sizin onurğanızdır. Tek skalyoz deyil ki, bunlarda həm ümumiyyətlə vertikal vəziyyəti saxlaya bilmir gövdələri. Ayaqlar, sizin uşaqlarınızın ayaqlarıdır. Bu da onların əlləridir. Sağ əl, sol əl. Tamam. Böyrək problemi olan uşaqlarımızın, bu onların böyrəkləridir. Sonra bağırsaqlar. Bu barmaq bizə mane olur. Biz bunu bu şəkildə tuturuq. Nədir? İncitdim. Bağırsaq zonası. Səni incitdim. Sağ ayaqlar, sağ qaraciyər tərəfdə. Burada çanaq orqanları. Ovcil içi iç orqanları, üstü skelet sistemidir. Bir dənə böyrək gəlir, bura düşüb proyeksiyası. Burada bura, ovcun içində, burada da bura. Sonra orası eləyəcək. Tamam? İndi işləyim. Sonra burada nöqtələrimiz var idi. Orta, məsələn, perikard imtihanımız var idi. Sizin vacib olan nöqtələr uşaqlarınızı buradadır, bunlardır. Bunlardır. Sonra təkrarlayıram sizin üçün. Bunlardır. Sonra bunlar. İşlədəcəyimiz nöqtələrə çox. Gələn dərsə Allah qoysa, medianları bitirdik, o nöqtələri keçəcək. Hansı nöqtə harada yerləşir? Hansı xəstəlikdə? Məsələn, cerebral region tetrapares formasıdır, spastik formasıdır, gemipares kimdədir, onda sonra və s. və s. Yəni Təkrar 1, 2, sonra 3, 4 elə belə gedək. medianları yox, bir mən sizə öyrətməyəcək olduğum cəmi az vaxtınız qaldı sizin. Bunları ancaq keçəcək. Hə, gətirin. Uşaqların üstündə, onları uşaqların üstündə eləyəcək.
o reseptləri deyək. Bütün bunlardan başlayırıq. Monosimptom nevroz uşağı olan var. Uşaqlarımızın arasında nevroz olan var. Neçə yaşı var? 21. Yox, o uşaq deyil, biz uşaqlarla işləyirik. Bizə uşaq 16 yaşına gedər. Deməli, çox əsəbi və impulsiv uşaq. O kimin uşağı idi? O qız gəlməyib. Nə idi o qızın adı? Könül. Hə. Artizm deyirdi. Yox, 15 yaşı var. Yəni özü də baxın, çox əsəbi və impulsiv uşaqlar, yəni onlarda olan Ondan hansı məsəl üçün əldə tərləmə, fatoş, əldə tərləmə, impulsiv uşaqları hiperaktiv. Deməli, baxın, əldə tərləmə, kimin əldə tərləmə olar, onun sırf metesizmlə əlaqədir. Bu hansı sizə verəcəyim sizə? Gələn səfər bunları çıxardırıq, hə? Bunu biz çıxardacaqsın. Bunu biz vermirik sizə. Biz özümüz çıxardıq. Niyə vermirik? Çünki bunu seleks eləsəniz çıxmayacaq. Yenə belə pis çıxacaq. Ona görə bunun originalini çıxartdım, gətirdim. Original mən materiallar vermirəm də. Deməli, baxın, nevrogen qusmalar, o belə hikkələrini də bilən, başqa öyməyə, batımlar. Sonra Bunun normal uşaqların xəstəliyi var. Normal uşaqların gəlmiş qapısımız var. Sistənin süstəniz var idi. Gəmər, hə. Onda ibrətlər. Heç ibrətlər yoxdur. Bunu elə olur. Kəsəmləşkəsindən Yuxusuzluq, yəni yuxusuzluq problemi olan uşaqlara deyil, böyüklərə də aiddir bu insana. Yəni bu təkcə uşaq deyil. Böyle sadəcə bizim mövzumuz ancaq uşaqlar, biz biraz uşaq gətirə bilərsiniz. Mənə böyük uşaqlarınızı gətirməyin də, yəni. Baxın, mənə deyəndə prosesində. Yuxusuzluq problemi uşaqlarınızda, bunlar bu nöqtələr işləyəcəksiniz. Xanım, iqloterapiya kimlərə olmaz? Eknopres kimsə şu anda var idi, burada hansısı? Sen demiştin de biz eknopres problemi şu anda. Elores, enkapres. Eknopres necis saxlayabilməmək. Yox. Sen deyildi o, tamam deyil, sen şu anda. Deyil, eknopres. Onu qeyd elə. Bilir də, uşaq yanlış bilir. Gecə qorxuları olan, Biz 70 yollar. gecə qorxuları. Bizdə də var. O belə. Yatdığı yerdə. Bilek kravatdan yıxılır. Ağlayan zaman spastika. Gecə olmaq. Həşirli tuturuz, spastika gedir, ağlayan zaman spastikası olan. Nevrotik tiklər. Kimin şu anda var tip? Körpə vaxtı olur, belə atılır uşaq. O mənim qızımda var. Normaldan bu mənim qızımda var. Nevrotik tiklər. Yox, o tiksinmə başladı, nevrotik tiklər durduğu yerdə bəzi hərəkətləri edir. Danışan yerdə gözü belə olur. Yox, yatdığı yerdə videosunu çəkmişəm, əlim belə başını sığarlamışam. Yuxuda tullanmışam, yüzümdən asılı deyil. Bu tiksinmədir. Üzündə spazm, kiminsə uşağınız hansınıza demişsiniz, üstündə spazm var. Məhəmməd danışanda belə Üzündə spazm əyilir. Sənin onun üçün. Ayca. Burada bir şeylər var, bir spazm. Gecə enureis, gecəsini qaçırma kimi uşağında var. Kişiler için qapıyla müzbəyik olur. Gecə enureisi görürsünüz hansı nöqtəyə. Burada birinci seans, ikinci seans, üçüncü seans, hamısını seansdan yazmışam. Sonra uşaq cerebral spastik diplegiya forması. Hə, məndə izah elə qoyublar. Spastik diplegiya. Tamam, deyil spastik diplegiya. Necə? Nurayda da spastik diplegiya. Bunlar hazır reseptlərdir. Bütün şəkillərin harda yerləşir. Tormozlayıcı nədir, oyadıcı nədir onları deyəcək. Biz bura iğne pratikası mı? Masaj edəcəksiniz, iğnə də qoya bildiyiniz nöqtələrə iğnə qoyacaqsınız. Xallar yox, təbii ki, ayaqlarından. Çox iğnəyə meyil eləmir, nöqtə edəcəksiniz. Əslində sizin mövzunuz sırf refleksoloji nöqtədir, amma bəzi namilər iğnə qoyulmağı da göstərir. Baxın, tormozlandırıcı nə? Burada yazmışam məsələn, tormozlayıcı metod. Əgər tormozlayıcı metodsa, iğnəni daha dərin batırırıq. Bir də tormozlayıcı metodla ediriksə, onda dərin, yavaş əzmələrlə saat əqrəbin əksi istiqamətdə edəcək bu masa. Bax, bu nöqtələri tormozlamaq üçün dərin, yavaş templə saat əqrəbin istiqamətində. Tormozlayıcı o deməkdir, yaxşı. Bəzilərini yazmışam tormozlandırıcı metodunu, onda səthi intensiv saat əqrəbin istiqamətində. Yaxşı. Birazdan çıxardaq. Deməli, bax, qızlar, burada məsələ budur ki, bunu təkcə siz özünüz deyil,
biliş, tanış biliş uşaqlarınıza da kömək edin. Sizə gətirin. Olan sosial sərfə üflücündə ən çox rast gəlinən tez-tez. Orada resept çoxdur. Baxın, spastik diplegiyada kürək nahiyəndə 7-ci meridian nöqtələri çoxdur. Sonra burada mən sizə öyrətdiyim nöqtələr sırf meridianların standart nöqtələridir. Amma burada elə nöqtələri görəcəksiniz ki, siz onların standart nöqtələrinin içinə daxil deyilsiniz. Sizə göstərməmiş ola bilir nöqtələr. Amma şəkillərə baxan tam rahat, aydın şəkildə hamısını yazmışam. Yəni, çox rahat da bir də yorulmaq lazımdır. Çeyinik qoymuşum lazımdır. Diplegiyada gördüyünüz seanslarda hamısında ayrı-ayrı nöqtələr var. Diplegiya ən çox uzundur, daha çox. Bəli? Çox uşaqlar, yəni çoxların çoxdan diaqnoz qoyurlar. Bəzilərinə biraz düzgünlə qoyur. Hemiplegiya kimin uşağındaydı? Hemiplegiya, bir tərəfli iflic. Hemiplegiyada baxın nə qədər nöqtələrimiz var. Məndən O işləməyən hissəni edirik də. İşləməyən hissəni edirik, sağlam tərəflərində hər dəfə 1-2 nöqtə götürə bilirsən. Sol tərəfdən, sağ tərəfdən. O tetraparez var. Bir də var sırf geliparez. Bir tərəfi tam sağlam. 15 dəqiqə uşaqlardan, 15-dən 20 dəqiqə qədər. Fatoşun Bəs bir davam eləsə, 12 maksimum. 10-12 maksimum. Problemlərdə, hansı problemlərdə refleks terapiya onun hamısı burada var. Bir də autizmi ayrıca yazmışam. Yəni, bax, sırf belə o var. Hiperaktivlikdə hemiplegiya var burada. Sonra spastik tetraparez. Bu Məhəmməd tetraparezdir, spastik. Çünki əlləri də diskinetik formadır. Boyun 5 yerdən. Spastik tetraparez bu sənin uşağına aiddir. Bir-bir mənim ağını çəkdikcə hiperkinetik forma. Hiperkinetik forma sənizdə bir hiperkinetik nə deməkdir? Çox hərəkətlidir. Yəni spastikdir, çox hərəkətlidir. Yerlər. Sonra görəkdə başqa bir çoxdur. Şu anda atonikastatik forma var. Yəni atonikastatik çox boş. Çok boş. Atonikastatik forma. Sonra kekələmə olan uşaqlarımıza bir də kim uşağında otizm tonus var, başı və gövdən arxaya atmaq. Başını gövdəyə atmaq kimdə var? İsa dartır amma hər zaman yox da. Elə bir bez qızdırması qalxanda belə yoxsa. Boş oturduğu yerdə belə. Yox. Sonra dizartriya var. Ağzının suyu kimin şu anda var? Amma həmişə yoxsa, nəyəsə gedəndə. Dizartriya. Nəyəsə baxanda Bir sənin oğlunun. Mənim oğlum ən çox xəstəliyini yaxın olur. Xəstəliyini yaxın əvvəldən var, lakopit məşğul olur. Mənim oğlumda əvvəldən var, Keçələmə 4 yaşdan yuxarı uşaqlara, keçələyən uşaqlara 4 yaşdan yuxarı Birin yarısını da çok para tikdə o tiklərdə tiklər var, ondan işləyərsin. Kekələmə, sizi hələ iyi yoxdur, onun əlamətlərini Dərs tutarır. Sonra kimdə əyri boyunluq var uşağında? Bu da var burada. Belə, bu qədər. Spastik əyri boyunluq kimi uşağında? Ay səni atamazsın. Uşaqda. Ben görünə qədər uşaqlar belə. Uşaqları bir yerə para. Qızlar üçün də sən. Yox. Bəli.
Kızlar son günlerde dersler kalmayacak. Esas önce praktik listelere başlayacağız. İndi bağırsaqların zonasını, siz gəlin bura. Bağırsaqların zonasını görsədin. Ortaydı da elə yoxsa yox. Bağırsaqlar, bədənimizdə necə gəlirsə, ayaqlarda da elə. Bu bağırsaq məsələsinə görə kənddən Diafragmada, diafragması, belə gedə bilərik də belə ayağı çox qalxmış. orada altına böyle bir şey renkli şey var. Bu ayağın altına. Yaxın bağırsaq zonası. Bədənimizdə necə ciyərlərdə, bağırsaq gəlirsə, bədənimizdə də gedir. Bura başlar, ağciyərlərdir, ürəkdir, və bağırsaqlar, Onlardan kənara çıxırdı, sürülər, o formada da Hanımlardan götürmək olar mı əvvəl? Burasını izledim. Burası da dedim, şu an bu çıkışmağa necəsi. Demirəm, bir masaj edildi. Bilmem Üç gündən sonra gəlmədi. Dəmədim maraqlanmadı. Sonra nənəsi gəldi. Dedim, niyə gəldin? Qarın ağrısı düşmüş dedi. Uşaqda bir neçə gün gəldi. Deyəsən sonra olur. Neçə dəfə deyir, gündə gedir. Neçə dəfə deyir. Yetmir deyə uşaq, elə bir dəfə gelirsə, qarın ağrısı. Dedim, hatta soyuqsa dolmuş, nənəsinə dedim. Onu mən işlədim, onu yoxdanım. Normal, gündə bir buranın bəzi deyil, İnanmadı. Nəsə çünki belə deyir sizə kırmızı bantik satı taxlamışam. Yox, dedi, soyuq olur. Masaj yerlərində soyuq olur. Əsas odur ki, qarın açılıb uşaq. Uşaq qarnı təmizlə deyəndə, mən burada yapanla eləmişəm. Uşağa hər gün Ona mən göstərəm, ancaq bir neçə gündən sonra. deyirsən, nə qədər olur, amma hər gün onunla masaj eləmək həm ondan sonra elə bir ki, iştahısı da yaxşıdır. Uşağın belə Qavrağımızda bağırsaqlar ikinci beyindir. Bağırsaq yaxşı işləmir, uşağın beyni yemək də yemək. özünə güvən, o qədər şeylər var. Nəsə hazır koleskalalandır. Olur səbəb şey. Mən saklar gedir küçükdən. Elə bildiyi sözlərlə, o da həmən qardaşım da hədər deyir, hamısını hədər deyir. Sən deyir, şeydir, niqodla çıxırsan deyirsən, əslində yapar. Mən buradan. Bunun kapağı da Neçə gündən Masajı adlı Qutulaq istəyir. Onda renk qalır. Yox, belə basdıqca qışqıracaq, burada acısı olacaq. Çünki bağırsaq gərisini olanda onlarda bir ağrı olur, qışqırır.
normal var. Sinirlər bizim orqanlarımızda. Masaj eləmə deyirlər. Ona görə Fiziki hepimiz tərbiyə deyirlər, çünki bədən burada cəzəsi. sinirlər Uşaq ümumiləşdirib özü belə bağırsaqlar bizi şifa. daha yüksək qiymətdə olur. Saat çox vaxtdasan. Bir də koreksiyon Bədən getmədə prosesi fayda olaraq edir. zibədənimizdə bağırsaq hardadır? Ayaqdadır elə. Baxın, başdan düşürsən, döşürsə, mədə bağırsaq, tamam? Bədənin güzgüsüdür. Çox lazımdır Tarana xanım. Bir dəfə də istir. Bunların uşaqların ki, qəvizlik problemləri var. İstirar masaj bunlara çox lazımdır.